Rusiya Ukraynaya uzaq mənzilli dəqiq idarə olunan silahlar və hücum dronlarından istifadə edərək kütləvi zərbə endirib. APA'nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna hücumlarına cavab olaraq Rusiya ordusu Ukrayna müdafiə sənayesi obyektlərinə, hərbi aerodromlara və Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən yanacaq və nəqliyyat infrastrukturu obyektlərinə uzaq mənzilli dəqiq idarə olunan silahlar və hücum dronlarından istifadə edərək kütləvi hücum həyata keçirib. Zərbənin məqsədlərinə nail olunub və bütün təyin olunmuş hədəflər məhv edilib. Rusiyanın kütləvi zərbə zamanı təxminən 1500 dron, Kincal, İskəndər və X-101 raketlər də daxil olmaqla 50-dən çox raketdən istifadə etdiyi bildirilib. Kiyev, Xarkov, Odessa bölgəsindəki Çornomorsk limanı və bir neçə digər bölgə hədəfə alınıb. Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Rusiyanın gecə hücumu nəticəsində Kiyevdə 5 nəfər ölüb, Kiyevdə 40-a yaxın insan yaralanıb. Hazırda Kiyevin Darnitski rayonunda axtarış xilasetmə əməliyyatı davam edir. Ondan çox insan itkin düşmüş sayılır, deyə Zelenski yazıb. Zelenski bildirib ki, bütün bu hücumlara ədalətli cavab veriləcək. O, bütün dünyanı Moskvaya təzyiq göstərməyə və Ukraynanın tərəfində dayanmağa çağırıb.